Gibi işte. Allah. Ben demedim kendim. Zeka bilmem nasıl yazmıyor. Tamam o zaman. Leman desin oldu kurtarıcılar alırsan. Ya bu desin. Mesela ben oynamıştım. Hı? Bakıyorum sıkıntı var. Vay be. Yani. Burada. Mamalardan da yazmışım ben. Kalbim kırıldı. Tamam, başlayaq. Deməli, biz Google Ads qeydiyyatdan keçirilmə hissəsini danışdıq. Rekordlara baxan olub bu arada. Xeyr, mənim. Baxmamışam. Baxmısan, sən sevə rekord edəcək. Yox, tamam. Okey. Biz qeydiyyatdan keçmə mərhələsini məndə keçdik. Tamam. Hansı ki test plan başlıqları falan yazdıq ki, axıra kimi gələk. Zaten dedik onları oradan ayarlar hissəsindən dəyişə bilərik. Gəlin indi biz qeydiyyatdan keçən olub yoxsa yox? Ha, atmışdım. Arzu yox, Zərifə yox, Raul yox, Default Arif. var. Defaultda da yəqin ki, qeyd Açmışdı, aça bildin Arif. Da Google hesabını. Sultan. Ha. Mənim qeydiyyatda yəni əlavə nəsə eləyəcəyimiz var, yoxsa elə default qeydiyyatdır? Yox, default qeydini keçməkdə. Məsələn, mən yazdı ki, kampaniya belə qraflatılmış və ya qaldırılmış. O heç o error hamıda olur. Hə, Sevdanın sualı var. Üçün önemli değil de yəqin ki. Baxım yaxındır. Verify üçün burada sənəd istəyir. Start here yazanda bura gəlir sənəd əlavə edəsən. Məncə yox. Heç görməmişəm öyle bir şey. Məncə heç bir problemi yoxdur. Burada yaşam. Çünki biz sənəd əlavə eləməmişdik, yəni heç bir problem yox. Okey. Gəlin indi başlayaq Google Ads-in admin panelinə. Admin panel demək də tool'un daxilində olan funksiyalara baxaq. Deməli, burada bizdə ana səhifəni göstərir. Ana səhifədə biz qoyduğumuz reklamların burada ayın tarixinə görə bir növ metodakı kimi də, misal üçün ayın tarixinə görə burada baxa bilərik. Bu hansıdır ki, burada reklam bilməmişik. Okey. Aha, burada ayın tarixinə görə məsəl üçün mən deyirəm ki, son 30 gündə 441 dollar pul xərcləmişik. Onun 10.900 klik gəlib, 247.000 impression gəlib. Tamam, Google Ads reklamlarından. Burada bir klikin qiymətini tapa bilərsiniz bu iki dənə metrik əsasən. Qiyməti böldük. İşıqları yanana. Nə edirəm? Siz deməliyim. CPC nə qədərdir? 10.009. Gəl. 0.04 sent mənim bir klikimin qiymətidir, tamam? Marşı nəticədir. Hə, Google Ads-da da həmişə olur. Və yaxud da ki, misal üçün, zaten buradan siz və yaxud da X1 metriki dəyişə bilərsiniz. Məsələn, buradan dəyişirəm bir klikimin qiymətinə, buradan da belə baxa bilərəm, tamam? Və yaxud misal üçün, bura kliklədim, aktivliyə baxa bilərəm. Ondan sonra nə bilim, göstərim, click-through rate-ə baxa bilərəm, klik faizi nə qədər olubdur. Ondan sonra və yaxud burada bir çox metriklərə baxırıq və əsasən də biz buradan baxacağıq yaratdığımız eventlərə. Eventləri biz analitika modunda yaradacağıq, tamam. Və Google Ads-ə onu inteqrasiya edəcək, yaratdığımız eventi. Sonra biz Google Ads reklamı verəndən sonra baxacağıq ki, mənim bu Google Ads reklamımdan nə qədər adam mənim yaratdığım eventi yerinə yetiribdir. Event dediyimizdə saytda olan məqsədimizdir, tamam. Biz saytda olan hədəfimizi, məqsədimizi analitika modulunda yaradacağıq, Tag Manager tool'un içində, tamam. Bax, bu tool var. Bu tool'un içində biz öz web saytımız üçün hədəf belirləyəcəyik ki, atıram, web saytında WhatsApp butonuna klik olunanda bu mənim web saytım üçün hədəfdir. Tamam? Mənim web saytıma gəlsinlər və WhatsApp butonuna klikləsinlər. Sonra mən Google Ads reklamı verirəm və gəlib də buradan seçirəm yaratdığım eventi. Baxıram ki, nə qədər adam Google reklamından gedib,
o WhatsApp batınını klikləyibdir. Bunu görə bilərəm. Bəlkə heç Google reklamı mənə sərfləmir, məsəl üçün də, tamam. Aha. Biz misal üçün də təxmini bilirik ki, Metada bir biznesə reklam verəndə bizim üçün minimal büdcə 200 dollar olsa aylıq dərs eləyirlər, düzdürmü? Atıram. Burada elə bir şey üstünə 200 gəldi, elə bir şey. Biraz çox, biraz baha reklamlardan. Yəni onu bilmək istədim ki, yəni Google reklamlarının Hə, biraz Metadan bahadır. qiyməti Bahadır. Əldə edə bilərik. Minimum. Yo, sən bax rəqabətdən çox şey asılıdır. Rəqabət olmayan yerdə sən 10 dollarlıq da ver, 15 dollarlıq da ver, nə bilim 20 dollarlıq da ver. Hə, sahəyə baxın. Yəni rəqabət çox olan yerdə biraz çox büdcə qoymalısın. 200, 300, 400, 500. Veriblərsə sahə. Bəli, rəqabət sayılır, bəli. Əgər siz, məsəl üçün, sizin sektorda atıram, məsəl üçün deyirəm, telefon satıram və 30 dənə rəqibim var da, tamam. Hə, onlar Google reklamı qoymur, mən qoyuramsa, bu Google reklamında rəqabət olmadığı deməkdir. Amma yox, onlarda hamısı reklam qoyur, mən də reklam qoyuram, bu rəqabətli bir Google reklamı deməkdir. Bəli. Hə, doğrudur. Hə, tamam. Havalandırma işləsə hava gələr, yoxsa istəyərsin. Boş kondisioner görə təmizlənsin, ona görə. Qapını aça bilər, qapını çıxarsan hava gəlsin. Tamam, mənə fərqi yox. Bir dənə sakitsin. Mühacib dərsçidir. O insanlar. Ondan sonra baxın burada biz misal üçün dönüşümlər hissəsinə, hansı eventlər hissəsinə gəlirəm, tamam. Bax burada seçirəm yaratdı. Burada bütün eventlər buradadır. Baxın. Misal üçün baxın yaratmışıq. WhatsApp batınına klik eləyənlər. Düzdür, 2 dənə düşüb bura. İndi bunlardan biri səhv silinməlidir. Uşaqlar elə keçir yəni. Metodakı növləri. Bir növ metada eventlər yaratmışdıq. Biz hansı ki web saytımızda seçirdik ya bu batına klik eləyəndə qeyd olunsun. Olay yöneticisindən eləmişdik. Yadınıza gəlir o hissələr. Olay yöneticisində saytımıza daxil olduq. Sol tərəfdə bir dənə pəncərə açıldı. 2 dənə seçim var. Ya batından takib elə, ya da URL-in özündən takib elə. Tamam. Bax, eyni həmin işləmi Google üçün eləyəcək. Analitika modulunda. Tamam. Analitika modulunda da eventləri yaradımdan sonra daha zaten hər şey aydın olacaqdır. Zaten Google Ads modulumuza da eventi inteqrasiya falan eləyəndə hər şey daha da rahat olacaq. Tamam. Qısacası bu hər həkim bir növ məğzi izah edilir. İşləmlərin hamısına sonradan gələcək onsuz da. Məğz odur ki, Google Ads-in reklamlarının birmənalı olaraq biz yaratdığımız eventlərə görə ölçməliyik ki, mənim eventimi Google Ads reklamına nə qədər adam eləyibdir. Bəlkə mən atıram, bura yalandan büdcə verirəm, 1000 dollar, 2000 dollar. Zaten heç kim gəlib də WhatsApp batınına klikləmir, misal üçün. Bu məqamlar da ola bilir, tamam. Ondan sonra aşağı düşəndə burada sizə reklamınızın, ən son reklamınızın durumunu göstərir. Deyir, politika incələməsindən keçibdir və hal-hazırda impression alır. Amma çox limitli sayda impression alır, onun errorunu sadıqdır. Tamam. Və sizin də zaten Google Ads reklamında ən çox yaşadığınız problem bax bu hissədə olacaq ki, bu hissə həmişə dan olmayacaq. Çünki dil məsələsinə görə, tamam. Azərbaycan dilini dəstəkləmir deyə bu hissədə həmişə problemlər yaşayasınız. Amma bu hissə okey olandan sonra siz bilməlisiniz ki, mənim reklamım tamam okeyləndi, aktivdir, təsdiqdir. Bir dənə lazımdır ki, başlasın data yığmağa, impression almağa. Çünki reklam işləkdir. Reklam bitəndən sonra da dönüşümlər yaxında olur. Yox, bu da dönüş, əgər eventini, dediyim kimi, mənim reklamın event eləyən varsa, o zaman burada aktivləşir. Event eləyən, bəli. Dil problemi çıxardır. Bəli, dil problemi. Ha, olur. Yollarını deyəcəyik, amma o şey deyil, %100 qaranti yol deyil. Bazarda olan zaten hamı o yollardan istifadə edir. Yəni də tekstdən əlavə ən əsas variant yönləndirdiyin səhifə. Linka klik olunanda, reklama klik olunanda hara gedir ha user istifadəçi. Bax, o açılan səhifə Azərbaycan ən çox bunu ilişir. Ha, İngilis dilinə çevirmə mütləq və yaxud rus dili olsun, fərqi yoxdur. Ki, rus dilinə problemi dəstəkləyir rus dilini. Belə də var da, hər saytın ingilis dili olan bir hissəsi var da. Birinci strong en olan yarın və yönləndirmə. Zaten elə deyirlər. Posta bəzi momentlərdə Azərbaycan dilindən keçirmək olur, yəni. Zaten gələcək o hissələrə. Aha. Qoyduğunu görə bilirik də. Bəli. Bəli. Gələcək göstərdim o səndə. Qullar. Ha, yox, qullar belə. Ondan sonra aşağı düşdük. Bu hissələrdə sizin reklamlara olan maraqlardan, telefonlardan, tabletlərdən, nə bilim, desktoplardan və TV-lərdə olan
faizləri görürsünüz. Aşağı düşəndə cinsiyyəti və yaxud yaş kateqoriyasını görürsünüz. Ondan sonra biraz da aşağı düşəndə bu sizin aktiv kampaniyalarınızdır. Burada görsənir. Bu hələ ana səhifədə. Aşağı düşəndə bu isə əsas bu hissələrdir ki, həm də burada bir növ biz keywordləri keçmişdik. Yadınıza gəlir, dırnaq içində yazırdıq. Ondan sonra qapalı mötərizdə yazırdıq. Bir də geniş var idi, tamam. Burada isə, bax bu hissədə X istifadəçilərin kiminsə fərqi yoxdur. Google-a yazdığı keywordlər buradadır. Sən buradan negativ atırsan bunların hamısına, tamam. Yəni bu istifadəçilərin Google-da axtardığı keywordlərdir, bax bunlar hamısı. Sənə lazım olmayanlar varsa negativ atırsan ki, mənim büdcəm buradan çıxmasın. Okey? Misal üçün, çanga necə? Keywordləri Bunları mən əlavə etmirəm. Bunlar istifadəçilərin Google-a yazdığıdır. Yəni mən bunlarda görsənmişəm. Mənim reklamım bunlarda görsənibdir. O deməkdir. özü axtarır. Hə, özü göstərir bizə. Bizim işimiz zaten demişdik, hər gün bunu optimizasiya eləməkdir ki, büdcəm boş-boşuna bura getməsin. Niyə? Maşındır da, çanqa. Maşın deyil. Yəni maşınlar yazıb çanqanın reklamı çıxması üstünlüyü ola bilər. Dəxilsiz olan keywordlər olacaq burada. Bax, bunlar heçələş. Bunlar işi lazımdır. Qoy bunu böyüdək. Zikr düz rəqib addı, amma yenə də çıxa bilər. O da qala bilər. Daha şeyləri var burada. Bilirəm, o da düz məqam. Ev məsəl üçün görürsünüz. Ev var burada. Nəsə, ola bilər geniş hədəfləmə eləyiblər. Yəni dırnaq içində falan yazmayıblar. Bu geniş bir şey yazıblar. Bax, burada açar sözü seçirəm buradan. Negativ anahtar kəlmə olaraq əlavə et var burada. Deyirəm ki, option kampaniyaya aid edirəm. Bir reklam qrupum varsa, ətraf bir kampaniya içində 5 dənə reklam qrupu varsa, deyir sırf bir dənə reklam qrupu üçün bunu ləğv elə. Deyirəm, yox, bütün kampaniya üçün bunu negativ açar söz olaraq əlavə edirəm. Ondan sonra aşağı düşürəm, biraz da baxıram. Və görsən, xaric tutulan maşın, çanqan, bunlar hamısı qala bilər. Dəxilsizlərdən nə var? Maşın, A5 maşın. Hə, o da bizim markadır. Maşınlar, dipal, maşınlar bilmirəm, maşınlar nə? Qəzon. Bu yerdə gəzə, oturan şey yoxdur, maşın, onu deyiblər. Mən onu da şey. Negativ anahtar kəlmə. Hə, onu da demək olar, bəli. Adamın zaten məqsədi o qəzaya baxmaqdır da, tamam, yəni məqsədi almaq deyil. Onu da bu yerdə yox, bu yerdə başqa markadır. Hə, bu yerdə qəzanı da tapıb, nəsə, onu da tapıb şey eləmək lazımdır. Hə, bunu tapdıq. Bunu da tapdıq, bunu da negativ eləyək. Kampaniya vurdu, sonra kaydetdi. Bəli. Yəni, option kampaniya üçün bunları negativ edirəm. Ondan sonra çanga. Bunu da çanqan sözü yazıb, çanga sözü var axı bunun da içində. Broaddır deyə, dırnaq içində yoxdur deyə açar sözləri elə hədəfləməyiblər də. Ona görə çanga yazanı da çıxın mənim reklamı. Yoxsa dəxsiz yerlərdə tutar. Bunu da ləğv eləyək. Sushi yazıb, çanqanı çıxır. Bunlar getdi. Yəni, bizim işimə indi məsəl sabah girəcəm, başqa dəxsiz keywordlər var. O birisi gün girəcəm, çünki hər daim istifadəçi nəsə axtarır da Google-da, tamam. Ona görə bunlar tez-tez çoxalır. Və mən düşünürüm ki, bunu bir həftə optimizasiya eləməsəm, görün nə qədər dəxilsiz keywordlərdə mənim büdcəm gedəcək. Ona görə bu search reklamında optimizasiya hər gün eləmək lazımdır, tamam. Bir dəfə etməklə. Yox, indi sabah girəcəm, atıram. Başqa bir keywordlər üçün mənim reklamım çıxacaq. Tamam. Çünki reklam veriləndə açar sözlər yadındadır yoxsa yox. Reklam veriləndə geniş açar sözlərdən istifadə ediblər deyə dəxilsiz keywordlər çox çıxır. Çox olan da olar yəni. Hayır, dəxil olanlar çox olur. Yəni əgər dırnaq içində yazırsansa keywordləri hədəfləyəndə, o zaman 90% hissəsi sənə aid olan keywordlərdir. Yox. Geniş hədəfləmə eləyəndə aidiyyəti olmayanlar da çıxa bilir. Hədəfləməyə eləyəcək. Reklam verəndə zaten yenə eləyəcək onu. Ondan sonra və s. Buradan bizə lazım olmayan keywordləri tapıb negativə əlavə eləməyimizdir ki, büdcəmiz boş-boşuna getməsin. Ondan sonra bu hissədə axtarış terimləri hissəsində bu hissəyə baxdı. Burada bu hissədə biz bütün kampaniyalarımızı görə bilərik.
Tamam. Nə qədər kampaniya yaratmışıqsa, hamısını buradan belə görə bilərik. Baxın, bunlar hamısı kampaniyalardır. Və bunun qabağındakı ikonlar isə, aha, bax ki, bunun ikonları istəyirsiniz. Bu nə ikondur? Lupa işarəsi, yəni axtarış motoru, söz reklamıdır. Tamam. Bu max performansdır. Max performans o reklam deməkdir ki, öz hədəf kütləni bütün kanallarda hədəfləyirsən. Yəni bu kampaniyanı yaradanda sən hədəf kütlənin qabağına həm Gmail reklamlarında çıxırsan, həm nə bilim YouTube reklamlarında, həm search-də çıxırsan, həm bannerdə çıxırsan. Yəni alqoritm bütün kanallarda çıxardır sənin reklamını, tamam, o deməkdir. Ondan sonra bu isə göstər bax, aşağıda yuxarıda şəkillər, sağda şəkillər, yəni display reklamları deməkdir, banner reklamları deməkdir. Bu da banner reklamları. Bunlar hamısı banner reklamlarıdır. Bu nə reklamdır? Yox, yəni hər hansı bir saytda aşağıda yuxarıda şəkillər çıxır, qıraqdakı reklamlar, bax o reklamlardır, banner. Bəli, bu isə YouTube reklamı və yaxud da ki, hər hansı bir saytda olan bir video reklamının göstəricisidir. Buradası bizim kampaniyamızın adıdır. Buradan editləyə bilərik adını. Burada eyni metodakı kimi sənə büdcələri bir göstərir, nə qədər büdcə xərcləmirsən. Ondan sonra zaten kampaniyanın növü burada yazılır. Video, görüntülü və s. Burada isə məndə türk dilində də sizə də ingilis dilində falan olanda metriklərin yazılacaq. Bir, misal üçün, emi göstərir bu mənə burada. Bu mənə göstərir. Bəli. Olar bir dənə sual verim. Aha. Video reklamlarında biz YouTube'dan savayı dediyimiz kimi web səhifələrdə də nəsə eləyə bilirik. Aha. Bu web səhifələrdə hansı web səhifələrdə reklamın yerləşdirilməsini özümüz təyin edirik, yoxsa hansı web səhifələrdə, orada elə də təyin edə bilərsən və yaxud da mövzu ilə də seçə bilərsən. İndi video reklamlarını yerləşdirəndə hədəfləməni göstərəcəm. Ya mövzu ilə deyirsən ki, atıram kino saytlarında, nə bilim, maşın saytlarında və yaxud da ki, özün bəli hədəfləyə bilirsən. Çox sağ ol. Ondan sonra burada impression'ı göstərir, aktivlik, etkileşimi göstərir. Ondan sonra faizləri başlayır göstərməyə. Burada total impression görüntüləmə, göstərim daha doğrusu. Yəni, sən 5 dəfə də görə bilərsən, bu 5 impression deməkdir ki. Bəli, o birisi etkileşim isə həmin gördüyün reklama nəsə action eləmirsən, like keçid eləmirsən, save eləmirsən və s. Göstərdiyi YouTube-da bağlı. Gələcəm, göstərəcəm, tələsmədən. Ondan sonra bu hissədə maliyyət hissəsində mən həmin kampaniyama xərclədiyim büdcəyə baxa bilirəm. Ondan sonra başqa, burada fokuslandığın hədəfə deyir. Deyirsən, fokuslanmırsan, göstərin başına maliyyətə. Yəni, bir nəfərə reklam göstəriləndə nə qədər xərc çıxsın, ona fokuslanmırsan. Burada klik sayısını ən üst səviyyəyə çıxarmağa fokuslanmırsan. Burada da klik sayısını ən üst səviyyəyə çıxarmağa, burada fokuslandığın məqsədləri göstərir. Ondan sonra burada gələn kliki göstərir və s. Burada da bir klikin qiymətini göstərir. Əlavə olaraq burada sütunlar hissəsinə daxil olub, eyni Meta Business Suite-də kimi eləyə bilərik? Sütunları artıra bilərik. Bax, performansı gələm, click through rate əlavə edirəm, etkileşimi əlavə edirəm. Ondan sonra, nə bilim, burada mənə nə lazımdırsa, nə maraqlıdırsa, onları buradan əlavə edə bilərəm və yaxud dönüşümlər hissəsinə gəlirəm. Buradan deyirəm ki, nə qədər mənim dönüşümümü, yəni event deyək də, eventimi eləyən olubdur, buna əlavə edirəm. Ondan sonra və s. Yəni, lazım olan hər bir şeyi, qarşı olmalı, qarşılıqda ona görə özünüzün də qurtarmağı vacib bir nüansdır. Daha çox performans hissəsi olanlar lazım olur bizə, hanı performans hissəsi? Bax, daha çox, bax, bu hissələr insanlara lazım olur, görünümləri, izlənmə faizi, əgər YouTube videolarımı analiz eləmək istəyirəm, 25, 50, 75, 100% izlənməsinə baxıram buradan və s. Və yekunda da bir dənə burada danış arasını vurursunuz. Gəlib düşüb bu hissəyə, buradan da baxa bilərsiniz həmin seçdiyiniz metriklərə. Ondan sonra burada reklam qruplarına baxa bilərsiniz. Ola bilər bir kampaniyanın daxilində eyni Meta kimi 2-3 dənə reklam qrupunuz olsun. Burada da bir qrupun daxilində ola bilər, yenə də reklamlarınız olsun. Tamam, 2-3 dənə reklamınız olsun. Bunu misal üçün Content'dan bəzən tez eləyir ki, bir dənə kampaniya yaradır, atıram, yaşıl, nə bilim, o İrşadın deyil. Yəni İrşaddan deyil. İrşad bir dənə kampaniya yaratdı, yaşıl cümlə misal üçün, tamam. Və kampaniyanın adı yaşıl cümədir. Kampaniyanın daxilində
4 dənə ad-set yaradır. Ad-setin biri soyuduculardır, biri telefonlardır, biri paltaryandır, o birisi də onu dedik də, soyuducu dedik, dedik də. Soyuducu, paltaryan, telefon, bir də televizorlar, tamam. 4 dənə ad-set yaratdı. Hər ad-setin də içinə fərqli-fərqli reklamlar yaradır. Telefon üçün 5 dənə reklam növü yaradır, dəmin soyuducu üçün 4 dənə reklam növü yaradır, belə. Hə, çox xaxəli belə bölür. Niyə? Çünki hər ad-set üçün ayrıca keyword hədəfləyir. Soyuducu ad-set üçün başlayır soyuducu üçün keywordləri yığmağa. Dırnaq içində yazır, qapalı yazır, kim necə axtarırsa o cür yazır, rusca yazır, ingiliscə yazır. Sonra keçir, Telefon kvaliteti baxdaraq bəli, yəni telefon yazanda sırf telefon çıxsın deyə, soyuducu yazanda sırf soyuducu çıxsın deyə. Bəzən də qarışıq eləyirlər ki, alqoritmin öhdəliyinə buraxırlar, tamam. Misal üçün, yəni bir ad-setin içinə 10 dənə fərqli keyword yazanlar da var. Misal üçün, bir ad-setin içinə həm soyuducu yazır, həm telefon yazır, həm televizor yazır, belə, okey. Atıram, Sevda telefon axtaranda alqoritm həmin keywordlərdən telefona uyğun olanı çıxardır Sevdan. İndi o hissələrə gələn daha rahat göstərə-göstərə izah edəcəm. Amma yəni belə şaxəli olur bu reklamda. Algoritmi Instagrama nisbətən daha Yaxşı deyərdim, hə. Gedib hədəf kütləni tapmağına görə. İkisi də mənə görə eynidir, nə bilim. Yəni, ayrıca Google Meet-də mikrofonu bağlayıb nəsə danışanda aşağıdan pop-up çıxır ki, deyəsən danışırsan, səsi aç danış filan, bağlı səsin. Belə pop-uplar çıxır. Yəni, gör, alqoritm nə qədər inkişaf edib də. Hə, Zoom-da da var o. Çıkmaya çalışıyorsun. O Google Meet-dədir, yox, Zoom-da da. Google Meet-də var ama, yuxarı bilirəm. Ondan sonra burada aşağıda Ömrən də bir söz soruşdum. Aha. 15 saniyəyə məsələn reklam yazıb ki, 15 saniyə kimi maksimum. Yəni 25 saniyəyə video qoya bilərəm məsələn YouTube-da. yox, qoya bilirsən, qoya bilirsən. 4 dəqiqəlik qoyarsan, 5 dəqiqəlik qoyarsan. Yox, gəl o hissəyə gələndə elə göstərək, tamam? Hani bilə bilməzəm, bax, gələk baxım. Ondan sonra, bax, bu hissədə anahtar kəlmə hissəsində, hansı ki, bax, bunları bağlayıb qarışmasın. Kampaniyaların aşağısında extensionlar var, yəni öyrələr. Extensionların aşağısında, baxın, kütlələr, yer, content, anahtar kəlmə. Bunlar isə mənim reklamda yazdığım açar sözlərdir. Tamam. Yəni mənim demək uşaqların yəni reklam qoyarkən söz reklamında qeyd elədiyi açar sözlərdir ki, mən bu açar sözlərdə çıxım qabaqda. Fikir versiniz, heç birində dırnaq yoxdur. Baxın, hamısı geniş açar sözlərdir. Çanqan maşına yazır, nə bilim. Bu da Çanqan avtosalon, Çanqan salon, Asturbo. İndi misal üçün bura kimsə qadın salonu da yazsa, mənim reklamım yenə görsənəcək. Çünki o salon, o keyworddə salon sözü var, burada salon sözü var. Tamam. Bax, burada zaten deyir ki, sən əgər bu keywordləri təzədən editləyə bilərsən. Necə? Məsələn, mən gəlirəm bunu buradan editləyirəm, bax, sıralı eşləmə edirəm. Görürsün, indi dırnaq düşdü. Bax, belə editləyə də bilərsiniz. Dırnaq içində olanda nə verir? Dırnaq içində olanda sənə elə düşün ki, əgər bu dırnaq içindədirsə, X bir adamın Google-a yazdığı bütün sözlərdə sənin bu iki sözündə olmalıdır. Yəni dırnaq içində bəli olmasa, misal üçün düşün ki, bu dırnaq içində deyil, tamam? O zaman misal üçün Sevda girib Google-a qadın salonu yazsa da mənim reklamımı çıxardaq. Çünki onun da keywordunda salon var, burada da salon var. Amma yox, dırnaq içində olanda yazılan hər bir sözdə istərsiniz bu iki sözdə olmalıdır mütləq şəkildə. Çanqan da olmalıdır, salon da olmalıdır. Tamam? Bu yerdə Azərbaycan da dəfiblər bizimkilər, nə bilim. Pardon, hə, rus dilində olmaq. O şeyə görə demişdi, Azərbaycan dilini dəstəkləmir. Bəli, ona görə rus dilində yazırlar ki, Google alqoritması dəstəkləsin bunu. O, belə deyək də, keçirtməkdən yanadır. Yəni, misal üçün, rus dili o demək deyil də, ancaq rus dilində yazmalısan. Aralarına 5-6 dənə Azərbaycan dilində də atırlar ki, rus dilinə keçirdəndə ortada Azərbaycan dilində işləsin. Yox, onda bir problem olmuyor. Avtomobil satışları, görürsünüz, full Azərbaycan dilində amma keçibdir, misal üçün, və s. Bu da keçməyib, daha da uyğun deyil. Və s. Ondan sonra, buradan hədəf kütlələrə baxa bilərsiniz. Aşağıda yaşa baxa bilirsiniz, cinsiyyətə baxa bilirsiniz, nə bilim, gəliri zaten göstərmir. Bir də valideyn olub olmamasına baxa bilirsiniz, amma bunu da göstərmir. Ola da biz hədəfləməmiş deyə göstərmir.
Ondan sonra yerlərə baxa bilirsiniz. Azərbaycandan nə qədər adam maraq göstərir, Bakıdan, nə bölgələrə falan baxa bilərsiniz. Bizdə də reklamlar ancaq Bakıdadır deyə başqa yoxdur deyəsən. Ancaq Bakıya hədəflənib. Kontentlərə baxa bilirsiniz buradan. Kontentdə dediyimiz nə kontentdir? Bizim reklama verdiyimiz yox ha. Yəni bizim reklama verdiyimiz amma harda çıxdığına baxa bilirsiniz, tamam? Misal üçün, bax bu display reklamını vermirsən, tutaq ki də adı budur, tamam? Reklamın qrupunun adı diyorsun və ya kampaniya adına baxın gəlin. Kampaniya adım budur. Harda yerləşibdir? Mobil uygulama kateqoriyasındadır və əyləncə tipli bir mobil appdır. Yəni hər hansı bir əyləncə tipli mobil appdə o oyun da ola bilər və yaxud mahnı proqramda ola bilər ki, həmin mobil tətbiqdə mənim banner reklamım çıxıbdır. Tamam? Və yaxud misal üçün maliyyə ilə bağlı bir mobil tətbiqdə mənim bu banner reklamım çıxıbdır. Xəbərlərlə bağlı mobil tətbiqdə mənim bu banner reklamım çıxıbdır. Bunlara baxa bilərsiniz. Və hərəsində qabağında öz metrikləri var. Sən misal üçün az reaksiya göstərən həmin app kateqoriyasını siyahıdan çıxarda bilərsən. Daha çox app kateqoriyası olan belə deyək də app daha reaksiya çox göstərən app kateqoriyasına daha çox büdcə qoya bilərsən və s. Bax, məsəl üçün burada data o bütün tarixi düzəltsən gələrmi? Baxın, məsəl üçün, tutaq ki, bax, belə bir reklam vermişəm, təqdimat videosudur, tamam. Bu kampanyamın adıdır, təqdimat videosu. Və mən bunu avtomobillər və maşınlar deyək də, mövzulu olan saytlarda reklamın çıxmasını istəmişəm. Okey? Yəni, bax, mövzu olaraq, konu türkçülüyündə mövzu deməkdə, mövzu olaraq mənim bu reklamım maşınlar olan saytlarda çıxsın. Tamam. Yəni, hansı saytın mövzusu maşınsa, orada mənim reklamım çıxsın. Və yaxud, bunları da, hansı saytın mövzusu Toyotadırsa, mənim reklamım orada çıxsın. Tamam. Və s. Belə hədəfləmişəm. Həmçinin burada applə də hədəfləmişik, bayaq göstərdim. Və indi gəlirəm, tutaq ki, deyirəm, buradan baxıram. Görürəm ki, bax, bu hissə, yəni mövzu, bu mövzuya nisbətən daha mənə, misal üçün, yaxşı reaksiya gətirib bu kampaniyaya görə də. Gəlirəm, bax, buradan təklif ayarlama hissəsi var. Burada düşməyib datalar, bilmirəm. Niyə düşməyib? Aha, bəli. Şalanda. Mən öz reklamımı verəm ki, insan qabağına çıxsın ki, alışveriş etdiyim var. Yox, onu elə bilmirsən. Trendyol onu öz eləyə bilir ancaq. Sən ancaq öz saytına baxanları görə elə bilərsən. Ayrı saytlarda çıxsın. Bu sadəcə şeydir, yəni, misal üçün, mən reklam vermişəm, demişəm ki, Toyota tipli saytlarda, yəni Toyota'nın keçdiyi saytlarda. Amma bu o demək deyil ki, misal üçün, Turbazda da Toyota var, amma Turbazda çıxmayacaq reklamım. Yox, çünki Turbaz istəmir orada Google reklamları çıxsın. Eyni elə Trendyol da istəmir orada Google reklamları çıxsın. Hansı saytlar ki istəyir, yəni istəmək də necə olur? Həmin saytlar gəlir, hardan qeydiyyatdan keçir? Google AdSense deyilən bir qeydiyyat hissəsi var. Bax bu. Buradan, bəli. Ülvi bəydən başqa, mələk qoşulur. Əgər Google AdSense-də qeydiyyatdan keçən saytlar, o deməkdir ki, həmin saytlar istəyir ki, Google onların saytında reklam çıxartsın. Bəli, və onlara ödəniş olunacaq, yes. Shopping saytlar olur. Yəni, daha çox, yəni, belə bloqlar falan yazırlar ki, sayta trafik çox olsun, məlumatlar çox yazırlar ki, sayta girənlər çox olsun və Google bunlarda reklam çıxartsın. Və zaten bürclər.az saytının məqsədi odur onsuz da. Bu saytın məqsədi. Bürclər haqqında yazır ki, bax, aşağıda qırmızı hissədə Google reklamlar çıxardır bundan bağlı. Çünki trafiki çox. Azərbaycanda satma olur. Mən bir qədər az domeni olub desəm yoxsa. Az domeni olur əslində. Biraz əlləşməlisən. Çünki bu necə eləyib? Vüqarda eləməyini olmağına olur. Prosta biraz o birlər kimi rahat deyil. .com-la kimi rahat deyil. Əlləşməlisən. VPN zat qoşullar elə keçidə bilirlər.
Cambridge ya da lügat saytları vardı. Aha. Dayan Trendyol falan. Yani neye bir defa girirse sonra orada çıkar. Hə, bilirəm, elə olur. Zaten kontakt.com Yumiko zat ilə quraşdırıbdı. Onu, misal sən bir dəfə atıram, misal üçün deyirəm, maşınla bağlı bir sayta gir, sonra çıxıb gedib zaten başqa bir sayta girsən, yəni bizim reklamlarımız satın çıxardaq qabağından. Elə hədəfləmələr var. Ondan sonra burada başqa sadələrdən. Hə, bu hissə bizim büdcə hissəmizdir. Məsəl üçün mən gəlirəm tutaq ki, buradan fakturalandırma hissəsi var. Bu hissədə bütün hissələri görürəm hamısını. Yəni bu mənim aylar üzrə xərclədiyim məbləğlərdir. 2020 yanvar ayında bu qədər xərcləmirsən. Misal üçün fevralda bu qədər, martda bu qədər, apreldə bu qədər büdcə xərcləmirsən. Onları göstərir. Yuxarıda hal-hazırda deyir ki, xərclədiyim misal üçün büdcə 92 yox. Hə, 92 dollardır. Ondan sonra burada deyir ki, 5 dollarlıq bir kredin var. Sən bunu belə deyək də ödəyə bilərsən. Amma metod eyni metod kimidir. Metodda necə borc qalanı istədiyin vaxt ödəyə bilirsən və yaxud da ki, həmin borc sənin iki cür çıxa bilər. Ya həmin tarixin vaxtı gələndə, tamam, tutaq ki, hər ayın neçəsi yazılıb burada? Biri. Hər ayın biri səndən pul çıxılır. Və yaxud da ki, müəyyən bir məbləği çatanda, aylıq ödəmə 93 dolları çatanda səndən pul çıxılır. Bu iki dənə hadisədən biri baş verərsə, səndən pul çıxılacaq. Nəyin xeyri? Google reklamlarının. Təşvik. Yox, MP-də olanda, mən MP-də işində yəni izləyirdik orada. Və izləyir görüb doğduğunda xeyri var. Amma indiki saytlar üçün hələ qoşmamışıq. Tulları bilmirik. Xeyri var yoxsa? Yox, kiçik məbləğ. 600 dolar. Hə. Hə, bəli. Amma MP-də misal üçün ki, datlar qalıbmı? Bax, izləyəndə təxminən belə izləyirik. Zaten keçəcək analitika modunda, amma təxminən göstəreyim. Hə, izləmələr hamısı analitikada. Tamam, necə izləyirik, hardan izləyəcək, nəyə baxacaq, onlar hamısı göstərəcək. Ha, bax, MP mobil app də bilməm göstərir yoxsa yox. Bir dənə baxaq buradan. Yox. Aha. Bax, tutaq ki, mən buradan mənim MP saytına gələn trafikə baxmaq istəyirəm. Bax, direct nə deməkdir? Birbaşa. Yəni mp.az yazıb birbaşa mənim saytıma gəliblər. Yəni, bu sənin saytıma gələn trafikləri göstərir ki, hardan gəlibdilər. Ondan sonra unassigned bilinmir, yəni hardan gəldiyini, alqoritm tuta bilmir də. Referral odur ki, hər hansı bir saytlardan gəlib. Tamam, xəbər saytları ola bilər, qıraq saytlardan ola bilər və s. Google ID Aha. yoxdur. Necə? Bunlara hələ ki yoxdur olacaq. Organik söz deyəndə, yəni, Canlı bəli, yəni, MP.az yazıb yox. Yəni SEO-da SEO keçir, amma organik söz. Yes, SEO-dan yəni gəlibdir. Paid search isə paid, ödənişli. Yəni SEM, Google Ads-dən gələnlər, tamam. İndi burada az reklam verib, qoy tarixi biraz çoxaldım, bizim işləyən ərəflərə gələk. Eğer keşfən pulu verəcəksə, yəni qılmanın ön sıralara satıb. Bəli. Və görürsünüz, yerləri dəyişdi. Paid search gəldi qabağa. Tarix dəyişdim deyə yuxarıda, daha reklam verilən ərəflərə gəldiyində. Paid search-dən gələnlər 34.692 nəfərdir Google Ads-dən, tamam. İndi mən görüm, bunlar gəlib, neyiniblər mənim saytımda, tamam. Yəni də gəlirik hara?
eventlər yaradacaq analitika moduluna, həmin eventlərə. Gəlirəm sağ tərəfə, bax yuxarıdakı metriklər var ha. Sağ tərəfə gəlirəm. Bax burada bütün eventlər var hal-hazırda. Mən də burada yaratdığım eventi seçirəm. Məsəl üçün qeydiyyat finish button. Qeydiyyat səhifəsinə gəlib, məlumatlarını yazıb, ən sonda finish, ən sondakı butona klikləyir ki, qeydiyyatdan keçsin. Görüm həmin misal üçün butona nə qədər adam eləyibdir. Page sözdən gələnlərə baxıram. Görürsünüz? 90 diyorsun, 90 mindir. 90 diyorsun. 34. Ne böyle konuştum. Aa, bir dakika bu hala bütün eventlerde kaldı. Bütün. Ha. Burası 13 bin nefer. Tamam. Bak yeniden de. Eventler, belki o bütün eventlerde kalmıştı ona göre. Qeydiyyat finish button'ı eləyən 13 min nəfərdir. 34 min nəfər də, 34 min nəfər gəlib, onun da 13 mini qeydiyyatdan keçib mənim web saytımda. Tamam. İndi mən Google Ads-ə xərcləyən büdcə ilə, Google Ads-ə bir xərcləyən nə qədər büdcə xərcləmişəm bu ay ərzində, onun 13 mini qeydiyyatdan keçibdir web saytdan. Tamam. Ondan sonra da normalda nə edirik? Web saytda qeydiyyatdan keçənlərdə app daxilində və ya web saytının daxilində izləyirik ki, mənə nə qədər gəlir gətiriblər bunlar və ya nə qədər ödəniş ediblər. Sonra onları qarşılaşdırıram. Görürəm mənim çəkdiyim xərcdən qazandığım gəlir yaxşıdırmı, yəni dəyərmi buna, yoxsa yox? Əgər yox, mən xeyirdə qalıramsa, Google Ads reklamlarıma davam edirəm. Tamam? Yəni sistem budur işləyir. Ondan sonra bu hissədə biz aylıq xərclərimizə baxa bilirik. Ondan sonra buradan ödəmə yöntemləri hissəsindən biz eyni metod kimi kartımızı əlavə edirik ki, mənim bu kartımdan pul çıx və s. Bu hissədə də biz reklamımıza xərclənən məbləğləri görə bilirik və onların hamısını yükləyə bilib maliyyəyə göndərə bilərik. Yox. Bunların hamısını yükləyib maliyyə və ya münasibətli şöbəklər göndərə bilərik. Ondan sonra bu hissəsində ayarlar hissəsidir ki, biz burada Google Ads akkontumuzun ayarlarını düzəldə bilərik. Misal hesabımızın adını yaza bilərik. Burada zaten sən hesabının statusunu göstərir ki, aktivdir, aktiv deyil. Burada saatı seçə bilərsən, nə bilim, və s. Yəni bir çox hissələr var ki, bunları əgər hansını ki şərt deyil hamısını doldurmağın, hansını doldura bilirsən, onları doldurmalısan. Daha çox hesab adı və nə bilim statusunu falan qeyd edirlər ki, yəni hər şey okey görsənsin. Tərcihlər hissəsində dil hissəsini falan dəyişir. Dil hissəsini falan dəyişirsən, mən misal üçün Google Ads türk dilində işlədirəm, amma reklamlarımı Amerika dollardan istifadə edirəm valyuta olaraq. Siz də buradan istədiyinizi seçə bilərsiniz. Həmçinin hesab adını buradan quraşdıra bilərsiniz. Yenə eyni şeylər burada da var. Saat dilimidir və dediyim kimi ən əsas 3 məqamdır ki, hesabın statusudur, saatdır və hesab adıdır. Ondan sonra veri koruma. Dataları yəqin ki, qoruma ilə bağlı bir şeylərdir. Bizdə hal-hazırda yox. Və ya burada misal öz adını yazırsan, e-postanı, eyni telefon nömrəni falan yazırsan, yes. Əgər yox, sənin bu hesaba bağlı olan bir dataların varsa, misal üçün onunla bağlı bir təhlükə olarsa, eləyərsə sənə anında bildirim gəlməsi üçündür. Bəzən bildirimlər gəlir toollardan filan da. Bax o hissələrdə ki, misal üçün atıram, mənim bu hesaba bağlı kart məlumatlarım var, həmin telefonum var, e-mailim filan və s. Burada bir növ öz məlumatlarımı, əlaqələrimi yazıram ki, mənim bütün datalarımla bağlı nə olarsa, onları qorumaq üçün öz ikinci e-mailimi və ya ikinci bir şeylərimi yazıram bura, əlaqələrimi. Kartı var. Danışanda farklı olan ayarlarında məsələn sıfır və kart. Məsələn, kartı göstərin. Metodları. Ödəmə yöntəmlərinə gəl. Fatura. Ödəmə faturalandırma hissəsində ödəmə yöntəmləri var. Bu hissədə kart məlumatını əlavə edə bilərsən. Burada. Bu hissə çıxmır. Ödəmə profilləri. Sən yönetici hesablasan onda. Öyle sizin. Yox, sağ tərəfdə bura vur gör nə yazılıb, bura. Yönetici yazılıb bu hissəyə.
Hə, yönət. Yönetici yazılmamalıdır. Reklama girməlisən. Eləyəndə asma, hə, yaz. Yes, ödəmə yöntemlərinin bəli, kart sərvisini əlavə edə bilərsən. Ondan sonra, yes, ondan sonra erişim və güvənlik hissəsindən nə edə bilərsiniz? Access verə bilərik. Access verə bilərsiniz. Tamam. Yəni kiməsə access də verirsiniz. Məsəl üçün Gmail-ni bura yazırsınız. Ana, Gmail, aha. Gmail-ni bura yazır həmin adama. Buradan da access verəcəyiniz hissəni, nə yalnız e-posta, nə ödəmə yöntemlərinə baxa bilsin, ancaq görüntüləyə bilsin, standart yoxsa full access verə də bilər. Zaten qabaqlarınız Nasokda danışarəsi var ki, nəyə access verirsən. Ondan sonra Sən YouTube-ları göstərsən. göstərdim, tələsin gələsi yoxdur. Ondan sonra burada bildirimlər hissəsi var ki, əgər sən Google Ads-ın daxilində olan hər hansı bir belə deyək, funksiya ilə bildirim almaq istəyirsənsə, onu aktivləşdirə bilərsən. Misal üçün, performans raporlaması ola bilər, bülten ola bilər, toplu işləmlər ola bilər. Zaten bunlarda ehtiyac yoxdur. Mən həmişə bağlayıram, bu neysə bu hesablar açıqdır. Çünki bezdir adamı, tez-tez Gmail gəlir adam hesabına ki, filan şey dəyişdir, filan şey təklif edə bilərik, bunu belə elə, onu elə, adamı bezdirir. Ondan sonra Google Ads partner deyilən bir anlayış da var. Mən onu göstərmişdim sizə yoxsa yox. Bunu da Google Ads-i işlədənlər ala bilir. Yəni Google Ads-in bir növ elə deyək ki, bizim ölçüdə biraz şeydir, pis deməyək, yəni düzgün algılamırlar. Düzgün algılamır deməyək, yəni Amerika bazarı kimi şeydir. Amerika bazarı normalda necədir? Gəlirlər, misal üçün, bura daxil olurlar. Tamam. Bölgəni seçirlər buradan, tutaq ki, Azərbaycan, misal üçün. Aha, buradan baxırlar. Bax, görün ki, Google-la kim partnyor olur. Əyyub, Adsdata, Azersale, Babaxan, Azersale şirkəti var. Bak Electronics, Bravo, nə bilim, Yumiko, Elmin, Elseo, Günay, Kamal, Hüseyin, Capital Bank. Bəli, partnyor olur, Google bunlara bir dənə badge verir. Google partnyor badge verir də, tamam. Və sənin Google Support-la əlaqəyə keçmən asanlaşır. Misal üçün, bir problem olarsa Google Support sənə Dəyişməkdən ötürü Google akkauntunun dilini dəyişməliyəm. Google Ads-in məsələn məndə türkcə deyil, ingiliscədir. aha, orada ayarda da bəzi tərcihlər hissəsi var. Gözü gəl, indi göstərdim bizə, təşkil qoy, bu linki göndərim. Preference. Hə, preferensiya olmalıdır. Baxdın? Orada görüntüləmə, display language olmalıdır. Aha, bax, ondan sonra MP də vaxt almışdı. Gördüm sənsən Sevda. Sevda Həsənova. Sertifikat veriyor. Bak. Hə, bir də bu bəzi verildi, bax, baxdım. Bu bəzi verir. Bunda süni dediyimiz kimi, həm Google Support-dan danışıq asanlaşır, daha rahat olur. Ondan sonra, misal üçün, 10 dəfə reklam verirsən, onun bir 4-5-ində Azərbaycan dilində keçirdə bilir, ehtimal olur. Biraz güzəşt edirlər də, Google partnersən deyə Azərbaycan dilində. Azərbaycanda olan ümumi partnerlər. Hə, Azərbaycanda ancaq 23 sənə partner var, hal-hazırda. Hə, MP-yi biz elədik, Eyyubla mən orada işlədik də, Eyyubla mən MP elədik, sonra da özümüz partner olduq. Siz də varsınız? Hə, da biliyor. Siz də olmalı. Elmin Talov səhv eləyib, necə səhv eləyib, baxın, misal üçün, mənim partnerluğuma gəlirsiniz, misal üçün də, kliklərinizi bura atır mənim öz saytıma. Evində MP atır. Yox, tələsmə. Siz atdı mənim öz saytıma, misal üçün ki, partner da bu. Ondan sonra, hamı da öz saytına atır. Amma Elminə gələndə, indi onun prosta şirkətində başı çıxan yoxdur deyə, üstünə düşmürlər. Normalda elə şey olmaz. Elminə gələndə, baxın, klikləyirəm, Elminin saytına getməlidir, adı Elmindir. Klikləyirəm, atır mənim şeyə, araznet.az. Şirkəti götürüb, öz adından quraşdırıb şeyə. Ondan məsələn, sən başı gələcək, Agil Atadağın bölüm montaj məsələn, elə Hə, elə olur. Elə. Yox, elə olmamalı, ya. Öz saytını qoymalısan. Yəni,
Normalda biznesdə misal üçün də mən Eyyuba tutaş klikləyəndə, mənim bəcimə klikləyəndə bizim sayta atır. Sənin də öz saytına atmalıdır. Hə, kodunu atdı və ya Əyyubun saytına klikləyəndə Əyyubun saytına atmalıdır. Ha. Ha, eyni olma, hə, bəli, hə, elə bilmədim, hə, yes. Məsələn, adicə kodunu atanda mənim adımla eyni deyil də. Prosta sayt misal üçün mənim. Amma hə, sən bildin, başa düşdün. Amma elmində isə işlədiyi yerdir. Yəni, atıram, elə düşün ki, mənim, bəli, bəcimə klikləyirsiniz, amma sizi atır hara, mp.az-a. Ya, indi işlədiyim yerdə, çanqana atır misal üçün. Düz deyil o. Aha, belə. Amma mən də bilmədim. Belə üstünləri var. Bir də ölkədə 2 nəfər var ki, biz sadə partnyoruq da, yəni ancaq partnyor, adı budur, partnyor. Amma ölkədə 2 nəfər də premium partnyordur. Bu daha biraz qəliz alma, biri Kəmaldır, biraz daha. Hə, bu biraz daha qəliz alma. Qəliz deyil əslində, biraz büdcə çox lazımdır. Amma alanlar da necə alırlar? Belə deyək də, misal atıram, X bir şirkət həmin büdcəni xərcləyirsə Google Ads-ə, tamam. Bunlar da həmin şirkəti admini götürüb o şirkətin adından özlərinə через perevod edirlər həmin büdcəni. Bir də özləri xərcləmirlər də, özləri əksir etdirlər ki, yəni biz bu eləmişik bunu. Hə, onlar da okeydir. Belə. Amerikada necədir? Misal üçün, Amerikada tutaq ki, X bir adamın biznesi var, misal üçün, tamam, biznesim var. Mən istəyirəm biznesimə Google Ads reklamı verəm. Elə düşün, gəlirəm buradan, tapıram görüm, misal üçün, mənim ölkəmdə kim Google Ads-i yaxşı bilir. Çünki bu Google partnyor olmaq, Google Ads toolunu, Google Ads reklamları verməklə olan bir şeydir, tamam. Mən baxıram buradan siyahıya ki, elmim var, nə bilim, bu var, o var, bu var, o var. Və deməli, bunlar Google reklamını yaxşı verir ki, bu siyahıya düşmüş deməkdir. Tamam. Yəni, bunu bəlkə almaq üçün sən Google Ads sertifikatların olmalıdır. Arxasında var, bax, Kəmal olacaq. Search sertifikatı var, bir certification. Display var, video var, shopping var, apps var. Necə ala bilərik? Beynəlxalq göstərəcəm. Beynəlxalq Google sertifikatlardır, tamam. Misal üçün, search var məndə, display var, video var, apps var, bunlar da. Minimum 3 dənə beynəlxalq Google sertifikatın olmalıdır. Bu bir nüans. Avtomatik partnyor olur. Yox. Qulaq asdı, səbirli ol. Ondan sonra bu bir nüans. İkinci nüans, aylıq büdcən $10.000 keçməlidir. Tamam. Aha, 100 var. Keçməlidir. Yox. Ondan sonra üçüncü nüans da odur ki, $10.000 da, yəni bir ayda, yox, bir ayda verdiyin reklamlar, nə qədər reklam verirsənsə, onların ortalama faizi 80%-dən yuxarı olmalıdır. Tamam. Yəni, misal üçün, bir ay ərzində 30 dənə reklam verirsən, söz reklamı verdin, YouTube verdin, banner verdin və s. Google bunu Google zaten indi biz reklam verəndə göstərdi. Yuxarıda faiz çıxardı. Sənin reklamın faizini atıram deyir. Ən son mərhələyə gəlirsən, yuxarıda faiz göstərir ki, Google bu sənin verdiyin reklamı 70% verdi bu dəqiqə. Yəni 70% kvalitet var da reklamda, tamam. Və sən 30 dənə reklamın ortalama bir dənə faiz çıxardır. O faiz 80%-dən yuxarı olmalıdır. Və bu 3 nüans olanda artıq partnyor ola bilirsən, avtomatik olmursan, müraciət eləyirsən, onlar da bu belə deyək də, faktorları yoxlayırlar, çək edirlər, hər şey okeysə, səni partnyor eləyirlər. Bəli. Var, bəli, artıq var. Da yəni. Ondan sonra... Misal üçün də siz Tanqalda vermişsiniz, düzmü? MP-də verdiniz, düzmü? Siz yəqin ki, özünüzdən $10.000 Yox, MP-də $10.000 qoymuşuq, 80% keçmişik və oradan Eyyubla özümə eləmişik. Prosta gizlin yol eləmişik, bunu çox adam bilmir də, tamam. Hamı elə bilir ki, özümüz xərcləmişik, misal üçün. Amma elə deyil, atıram, MP-in adından, mən özümə də almışam, Eyyuba da almışam. Normalda heç kim bilmir. Hamı elə bilir ki, şey almalıdır, yəni hər bir dənə, 2 dənə almalıdır. Onu necə eləmək? O da uzun məsələn başımızda. Ondan sonra Google yoxlayır bu faktorları və artıq partnyorluğu verir. Tamam. Amma bir nüans da var ki, əgər sənin belə deyək də, reklamların uzun müddət 80%-in aşağısında olarsa və yaxud
uzun müddət, ucu 10 mini keçməzsə, tamam, və yaxud sertifikatlarının vaxtı qutararsa, yəni o faktorlardan biri uzun müddət olmazsa, o zaman partnyorluq əlindən alınır. İndi misal üçün mən MP-dən çıxmışam, MP ilə Google reklamları dayanıbdır. Tamam. Yəqin ki 2-3 aydan sonra mənim buradan partnyorluqdan məni də çıxardacaq, birbaşa Eyyubu da çıxardacaq. MP-yə çıxaraq. Hə, yəni mənim ümidim bir dənə qalır, Sanqanda 10 min dollar nə? Var, həm yaxşı idarə eləmirlər, həm də yox, rəhbəriyyət onlara deyib ki, 10 min dollar xərcləməyin Google-a. Ona görə, olaraq da bir şey yoxdur. Yəni məbləğ uyğun şey. Yox, özünü gerçəkləşdirmir, yox, MP batmağa doğru gedir ona görə. Yəni biz vaxtında çıxdıq da elə bir şey oldu. Mənə vakansiya var, artıq getmək istəmirsən? Ondan sonra partnyorluq hissəsindən bildiniz, yəni siz də bir nə vaxtsa atıram 10 min dollar xərcləyən şirkətiniz olarsa, inşallah orada işləyirsiniz, əgər partnyor ola bilərsiniz. Yəni anında əgər görsəniz ki, işlədiyiniz yer Google reklamına aylıq 10 min dollar xərcləyirsə və yaxud əvvəllər bilmirəm, səhv eləmirəmsə 2 ay ərzində də 10 min dollar da olmalıdır, səhv eləmirəmsə elə bir şey də olmalıdır. Yəni onu çək eləyərsiniz. Yəni bir dənə Google-a yazsınız ki, Google partneri olmaq, sırası yeni update-lər çıxacaq, necə olmalısan da partnyoru. Hə, əgər şirkətiniz elə bir şey eləyirsə, sırası Google-a şeyi alın, partnyorluğu alın. Bəli, istənilən işi ala bilər. Sertifikatları ala bilərsiniz, Google AdSense sertifikatlarını Skillshop'dan ala bilərsiniz. Neçə olur? Pulsuzdur, cavabları da Google-da var. Necə, arasında istəyirdin? Hə, deyəcəm. Hə, indi break eləyəcək, breakdə şey eləyərsən. Necə, Sebra? Bəli, hamısı buradan alın. Bəli, pulsuzdur cavablarla. Nə yalan, yəni bu sizə heç öyrətməyəcək də. Bu sertifikat almaq üçün nəsə oxudunuz, elədiniz, öyrənməyəsiniz. Amma elə vaxt geçirin. Baxın, siz nə vaxt öyrənirsiniz? Atıram, Udemy-də kurslar var, detallı izah edilir video ki var. Orada nəsə baxanda həqiqətən öyrənmək olur. Amma bunlarda öyrənmək olmur. Yəni ona görə deyirəm, vaxtınızı itirməyin boş-boşuna. Burada nədir? Burada sadəcə video da yoxdur. Burada sənə bu qədər mətn atırlar ki, mətni oxu gir imtahana. Tamam? Yəni o mətni də oxuyursan, onsuz da başa düşmürsən. Yəni çox belə dəxli şeylər yazılıb misal üçün. Yəni reklam mövzularla bağlıdır da. Hə, deyir məsəl üçün, söz reklamı verirsən, atıram, filan yerdə nə eləyərsən? Belə bir sual gəldi. Sualı kopyaladın, vurdun Google-a sırada cavabını verirsən. Təzədən girdin, cavabını yazdın, getdi. 60 dənə sual olmalı, səhv eləmirəmsə, ya da 50 dənə olmalı. Belə beynəlxalq sertifikat, amma beynəlxalqdır yəni. TV-də baxırlar, varıdır, həmçinin alırlar. Sağ olun, sağ olun, gedək. Tamam, söndürürüm, sağ olun. Tamam. Hə, amma beynəlxalqdır. Bu Amerikada da keçərlidir bu sertifikatlar, bizim ölkədə də keçərlidir. Ha, yəni olur. Zaten bazada bir şey olur. Hər biri ayrı bir kurs imtahandır yoxsa? Ha, ayrı bir imtahandır deyək, ayrı bir kursdur. İndi AI ilə bağlı kurslar gəlib. Düz mən də baxmamışam və ya heç sertifikatını almamışam, amma yavaş-yavaş almaq istəyirəm. Almaq istəyirəm, cavabları vardı, onsuz da yəni yavaş-yavaş götürmək olar. Buna baxdım. Ha, bu cavabları götürməyə vaxtım yoxdur sənin. Ha, yəni belə. Yəni belə. Alıb, misal üçün, LinkedIn-də də paylaşa bilərsiniz və yaxud bölüşə bilərsiniz, nə bilim. Ha, yəni uğur kimi də sertifikatı aldın. Yox, bu sertifikat. Zaten sən... Sertifikat həvəsidir. Hə. O mənim ömür boyu həvəsim olmadı. Bax, sertifikat almaq, mən atıram da, nə bilim, bunlardır, nə bilim, bax, bu da Google Partner Badge də bura qoymuşam. Google-un bayaq göstərdiyim sertifikatları üçün də bura qoymuşam. Və yaxud bunlar onsuz da mənə heç nə öyrətməyib. Amma iş tapmaq baxımından ən böyük faktordur. Bəs metal sertifikatla söz. Bu pullandır. Bu da pullanmışam. Amma 80 dolar ya 70 dolar olmalıdır. Tamam. Ha, imtahan 70 dolar 80 dolardır. Evido ilə əməkdaşlıq edən şirkətləri varsa, onlara pulsuzdur. Amma MP Evido ilə əməkdaşlıq eləyirdi deyə, mən də MP əməkdaşlıq deyə pulsuz oldu. Bəli, elə deyir. Bax, bu sertifikatlar misal olsun. Bunlar zaten mənim nə deyim, heç elə bir sertifikat yoxdur ki, mən onu göstərim, deyim ki, misal üçün, sırf bunu almaq üçün oxudum, çox şey öyrəndim. Elə bir şey yoxdur. Prosta iş tapmaqdan yana, iş tapmaq üçün ən böyük faktordur. Bax, eyni bu, misal, Namiq mənim əvvəlki tələbəm olub da, buna da misal üçün izah elədim, getdi bütün 5 deyəsi məndən də çox sertifikatları. Getdi bütün sertifikatlarını aldı, tamam, dəqiqə, aha.
Hansı sertifikatdan bax. 18 dənə. İstəməyə. Və göstər. Burada Bax. Və valla deyirəm, kursu qurtarmağına hardasa hələ bir ay qalmışdı. Adam üçün mütəxəssis olaraq işə başlamışdı. Yəni bu da sertifikat göz boyuyur da, CV-ni gücləndirir, zənginləşdirir. Tamam, düzdür öyrənmirsən onsuz da. Amma bu o demək deyil, daha bildin bilmədin gec sertifikat o da demək deyil. Atıram Apple Search misal üçün. Tamam. Bunu da okey, cavablarını köçürmüşük. Bunu da misalda almışıq sertifikatını. Amma misal üçün ən azından gidib YouTube-da bunun kursuna baxmışam ki, necə verilir. O şey bəlkə müsahibədə sual verir. Bunun sertifikatını necə almışsınız, ayrı necə verəsiniz reklamı. Belə nüanslar da olur zaten. Amma mənim özümə də sual verirlər. Bir sertifikat alım. Apple Search necə verirsə Apple Search reklamlarını. Yəni, bu da durum bilmirəm yadından belə demək istəyirlər. Apple, onda ayrıca bir şey var. App Store Optimization deyə ASO deyirlər. Yox, burada yoxdur, modullarda yoxdur. Amma App Store-un özündən reklam vermək funksiyası var. İki dənə növü var. Basic, bir də Advanced versiyası var. Hə, yəni ən azından atıram bu sertifikatı alırsansa, yox. Bu sertifikatı aldın, cavablarını köçürdün. Sonra 200 günümü mən öz adımdan danışıram. Mən də o biləri bilmirəm. 200 günümü otururam, bunun Udemy-dən kursuna baxıram, YouTube-dan videolarına baxıram, necə verirlər bunun reklamını. Ən azından bilim. Əgər əlimdə imkanım varsa, appim varsa, girib praktikasını eləyirəm. Düzdür, MP-də eləmişəm praktikasını, özü bilirəm də. Amma yox, imkanım da yoxsa, ən azından YouTube-dan baxım, bilim mən. Bilməliyəm yəni. Çünki atıram, sertifikatı aldım, birdən müsahibədə məndən sorduqlar, qıraqda qalmayım da. Belə, amma yəni iş tapmaq baxımından ən böyük faktor bizim ölkədə sertifikatlardır. Kim nə deyir desin? Sertifikatlar, Skillshop. Onun türk dili versiyası da var. Tier Skillshop yazsa türk dilində çıxacaq. Amma ingilis dilində zaten cavabları vardı. İngilis dilində köçürdün onsuz. Tier Skillshop. Ondan sonra Semrush Akademiyadan ala bilərsiniz sertifikatlar. Bəli, bunlar pulsuz danışır. Göstərdilər, hamısı pulsuzdur. Semrush Akademiyadan ala bilərsiniz. Bax, buradakıların hamısında. SEO ilə bağlı, nə bilim, bunlar deyil, sorry. Burada azdır. Yəni, misalsın 7 dənə sualda 15 dəqiqə vaxt verirlər. 5 dənə sualdır, 10 dənə sualdır, 6 dənə sualdır. Bunların da sertifikatlarını ala bilərsiniz. Mən bunları çalışıram, özüm alım. Tamam, yəni, zaten 7 dənə sualda vaxtım çox almır. O zaman maraqlı görüm, özüm eləyə bilirəm, yoxsa yox. Gördüm eləmək sonra zaten Google-a cavabını edir, yazırsan, sertifikatını alırsan. Yəni, əsas məqsədin sertifikatı alıb CV-ə qoymaq və ya LinkedIn-ə paylaşmaq ki, iş tapmağı rahat olsun. Belə, amma yox, nəsə öyrənmək baxımdan mütləq Udemy-yə baxın, YouTube-a baxın. Bunlar ən zəngin video materiallarla doludur, həqiqətən. Yəni, hər şeyi oradan öyrənmək olur. Sırf da iş tapmaq üçün də belə sertifikatları ala bilərsiniz. Skillshop-dur, Semrush Akademiyadır, ondan sonra var idi. DMI var, onlar pulla damısı. Sonra yenə şeydə axtarışlar yoxdursa, Nəyin? burada elə ki, hədəf kütlədə sanqan yox. Yoxdur, ola bilər, hə. Metoda da yoxdur. Bax, buradan, bunlar pullandır, bax, $2000. Bunlar baxadı da. Mənim kursum hansıdır buradan? Budur. $2000. $2000 keçməmə ehtimalı. $2000 verib keçməmək ehtimalı. Var bizdə. Bəli, DMI ən güclü, planetin ən yaxşı sertifikatlarından biridir. Yəni, bu sertifikatı alsan, elə düşün ki, hər yerdə yaşlı sertifikat. Amerikada, Avropada, Azərbaycanda hər yer. O da qədər yəni, bəli. Bəli, bu sertifikat. Hər yer tələb. Azı bizim ölkədə böyük şirkətlərin vakansiyalarına baxın, ABB-yə, Paşaya, nə bilim, başqa böyük vakansiya. Aşağıda yazılır DMI sertifikatı olmalıdır. Qeyd edirlər aşağıda. Bəli. Digital marketing. Reklam. Sən gəldi $100 seçdin. 2 həftə qoydun, məsələn, Azərbaycan, türk dilində, bizə türk dili qoydun. Onu türklə dil qoymamalısan. Qoymamalıyım. Yox. Rus dilində işlədilmə var da. 10 dəqiqə fasilə verək, dostlar. Getdik şey, yaş 25-60'dır. Nə deyir ebeveyn? Valideyinlə. Ebeveyn deyil, nəsə paylaşımında bu YouTube kanalı ilə. Məsələn, YouTube kanalı var. Onu mən də seçmə. Artıq məsələn, Star hədəf işlədir, bu deyil, orada çıxardır zaten. Star bu girəcək. İndi saxalazam, hədəf kütləni seçmişəm. Mümkün yox. Siz YouTube kanalına indi YouTube kanalı deyil. Sən başlayanda düz seçməm. Başlayanda düz seçməmişsən ona görə. Başlayanda YouTube videosu qoyanda orada səni çoxlu seçimlər çıxardır.
15 saniyəlik sales, nə bilim, erişim üçün sales, Bəs filan YouTube üçün, kanalı filan necə üçün. qoşmam? Qoşmuşam, bu sırada göstərir YouTube kanalı. Mən öz YouTube kanalımdakı videonu qoşmalıyam da, böyle düzdür. Ha, Bu mənim YouTube kanalımdakı videodur. bəli. Amma Qoya bunu bilərsən. hardan seçirəm? Yəni kanalı göstərmədi. Mən elə bir Yox, şey yox, yazdım. videonun URL-ini yapışdırsan öz götürür də. Amma mənim adımım yoxsa YouTube kanalım mənim deyilsə, elə Bu Gmail-dən girə bilirsən YouTube kanalına. Hə, girə bilirəm. Amma məsələn, başqası da olsaydım, başqası da almalıydı. Hə, Məsələn, bəli. alınır onda. Olmalıdır, hə, olmalıdır. Gəl yoxdur, alınır yəni. Bəs YouTube kanalı niyə eyni qoşmalıydı mən? Gözlük deyiləm. Yəni, elədirsə, məsələn, YouTube kanalına nə ehtiyac var ki, hər videoya reklam verə bilməlisən? Bir video reklam vermək olur ki, Yoxsa reklam məqsədindən səhv seçmisən. bundan bir reklam vermək olur. Olmayacaq, yox. Göstərəm. Hə, yayımlayanda Coffee break olmayacaq, yoxsa error verəcək. təsvirdir. İndi mən öz Öz YouTube YouTube kanalıma kanalında bax buradan bağlayacaqsan. Kənan müəllim, Bəli, Elvi. coffee breakdir yoxsa? Hə, hə, istər, coffee break-dir. Bax, Tamamdır. Tamam. burada araçlar hissəsindən veri yöneticisi var. Bax, buradan. Bağlanıb da YouTube-a. ikincisine bağlanma olur. Bir dənə də var. Hə, bir də buradan. Bir də mən indi o reklam setində YouTube kanalımdakı videonu necə seçim? Yəni YouTube kanalıma necə daxil olum? Onu da Bir də göstərir. buradan. YouTube kanalı buradan daxil Yox, olursa. onu demirəm. Hə. Mən məsələn Google Ads kampaniyanın içindən. Yox, kanalı daxil olmasa, bir dənə YouTube'un video URL-ini necə kopyalayıb yapışdırdın? Elə eləyəsən. Onda daha başqa videoda reklam var bilərəm. Hə, dalınca bir dənə video. Ya ikinci reklam. Bəs niyə iminli mənim kanalımı qoşmaq istəyir əgər eləsən? Bizim. Yox, sənin kanalın qoşuludur. Sən də kanalın içində bir dənə videonun URL-ini kopyaladın, yapışdırdın. Hə, Başqa kanalı eləsən, Hə, hə. yəni qəbul edəcəm rekamı aktivləşdirəndə aktivləşməyəcək. Hə, ancaq özüm. Hə, ancaq özünkilərə aktivləşdir. Bəli. Gəlin dəst verəsə, yəqin reklamlar olur. Yox, burası keçid edə bilərik məncə bir dənəsinə. Baxarıq da belə qısa. Kesin, sakin şey dostum. Mən gedirəm ondan, inşallah gələn dəst. Mən bir dənə iş var ki, ondan baxmayayım. Sen başka yerlerden bile Ben salmış değilim. O aslında izleyebilirim. biraz tanınmış şeyler. Sizin elinde nasıl dersin sayılar? Daha kıracak kötü ben benim sana lazım. Silah kal getireceğim. Ben bu yerine konuyu alırsam. Aha. Başlayaq. Deməli, ondan sonra bizim Google Ads-də bu, bax, toollar hissəsi deyilən bir hissəmiz də var. Toollar hissəsindən biz planlama hissəsində olan bu keyword planlamanı keçmişdik. Adınız olan var. Gibi. Bax, bu hissəni keçmişdik. Mələyin yadında olacaq. Mələ telefon qoyub qırağa gedib. Peki linki var. Yox, burada deyil. Bu hissələr nə idi? Biz harada istifadə eləmişdik? SEO Keyword Research-də.
SEO-nun keyword analizində və ya keyword asosiyat araşdırmasında demişdik, burada hətta rəqibin də veb saytını yazıb onun da gəldiyi trafiklərə baxa bilərik. Həmçinin keyword planner həmçinin misal üçün bura X1 keyword-ü yazanda, məsəl üçün tutaq ki, yazıram bura kredit, misal üçün deyirəm, yazdım. Bu bizə nə verəcək? Açar sözün variasyonlarını verəcək. SEO-da necə istifadə edirik? Kredit online, ondan sonra kredit, kredit 24, mikro kredit, bank kredit, kredit bank, ekspres kredit və s. Variasyonlarını verirdi, tamam. Yəni təşkillər verirdi. Burada isə nə verirdi? Mövcud açar sözlərin ortalama aylıq axtarış həcmini göstərirdi, rəqabətini göstərirdi və s. Amma misal tutaq ki, həm kredit sözü var məndə, həm kombi ustası var məndə, həm nə bilim, telefon sözü olsun və s. Ancaq bu üç dənə keyword'ün mənə statikasını göstərəcək. Kombi ustası deyil, aylıq bu qədər axtarılır, kredit sözü bu qədər axtarılır və s. Bunlar da ki, 3 aylıq dəyişimi göstərir, ildən ilə dəyişimdir. Kredit sözü hər ildən bir 308% artır. Yəni, cəmaat kredit götürənlər var da, tamam. Yəni, ildən ilə dəyişim 308%. Posta kredit yazmış saata görə, o dəyərdə pul verir. Saat markası götürmüşük da komandaya. Nəsə reklamını RAL eləyəcəkdim. RAL-ı verdi ki, RAL bunu reklam elə. Postun üstündə yazılıb saat vizuallardır. Vizual saat vizuallardır. Yazılır ki, kreditlə verilir. Tap nə qədər mesaj. Hamı da elə bilir ki, kredit nə qədər məbləğ verirsiniz, nə axır vizual dəyişmişik, üstə yazmışıq ki, saatlar kreditlə verir. Yəni də həqiqətən adam görünür, insanlar bizim ölkədə görünür qədər kreditdə meyilli deyə və yaxud soruşuram oradakı digitalçılardan da deyir belə vizual qoyuruq da, misal üçün bunlardır falan. Düzdür, mesaj gəlir, amma wow mesaj gəlmir. O ki, vizualın üstünə belə paçka pulun şəkillərini qoyuruq da, millət yazır da yəni. Nə var, orada paçka 200-lüklər var ya, dəhşətizm adamlar yazır, misal üçün. Valla hamı yazır yəni. Çekingi yəni, Ondan sonra burada rəqabətə baxa biliriz. Bax, bütün keywordlərin rəqabətlərindən buradan baxa biliriz. Zaten bizim ölkədə çoxsunda aşağıdır. Görürsünüz, kredit sözü belə. Ala biləcək kütlə hansı sayılır? Deyir, 5 milyon həm uşaqlar, həm qocalar. Təbii ki, zaten sənin məhsulundan asılıdır. Məsələn, sən kal satırsansa 5 milyonun atıram. Belə deyək də, yarısı qadınlar. Zaten yarısı getdi, qaldı yarısı. Şal alanlar kimlərdir? Misal üçün, uşaqları da çıxsan, atıram, yəni 25-dən 50-yə kimi zaten oradan bir çox səs də getdi. Müəyyən bir səsi qalır zaten orada. Yəni, hətta onu da biraz daraltsan ki, filan şeyə maraq olan, o da o şey azalır. 600-700 gündə təxmin. Təxmin. 600-700 gün. Meta yenilənmədən sonra əvvəl 600-700 min göstərdiyi müəllim. Düşüb 200-300 minə. Öz azaldır. O gün necədir? Bəzən hədəf kütlələri azaldı. Atıram, indi tutaq seçirsiniz marağı filan şeyə olanlar. Meta elə yenilənməsi gələr ki, dair həmin şey marağı olanlar yoxdur, misal üçün orada. O qədər olur ki, misal üçün atıram. Restoranlarda, misal üçün, reklam verəndə seçilir ki, şişəyə marağı olanlar da, gəlirə marağı olanlar. Ondan trafik çəkirdik, misal üçün. Amma indi reklam verəndə o hissə daha yoxdur, yığışdır bayağı, o hədəf kütlənin. Belə olanda azalmalar da qrafikdə baş verə bilir. Söz ümumiyyətlə. O da yəni bütün məlumatlar olsun, nə bilim, o şeylərə maraq uca çıxmır şeydə, meta hədəfləməsində. Amma əvvəl çıxırdı. Smoking plan. Yəni, bilinə belə. Ondan sonra, buradan biz başqa gələcək ancaq eventlər hissəsində. Və salam, bunlara da görə reklamlar aktivləşəndən sonra gələcək. Bu bizim Google Ads-in hələ ki belə deyək, reklamları verməmişdən əvvəl, eventləri qurmamışdan əvvəl baxacağımız reklam ayarları idi. Daha doğrusu Google Ads ayarları idi. İndi isə növbəti işimiz reklamları qurmaqdır. Reklamlardan sonra eventləri qurmaqdır.
Ondan sonra da buradan eventləri necə izləyəcəyik, onlara baxacağıq. Belə, məncə keçid eləməyək reklamlara, tamam. Həm çox uşaq yoxdur, həm də məncə yorulduq bu qədər. Reklamı necə uğraşdırmaq? Yes, uje bəli, keçəcəyik bu hissəyə. Buradan uje bir-bir, bütün növ reklamların hamısına bir-bir baxacağıq. Açılsın. Sonra qaldı email marketing. Bəli, demək, qalır email marketing, ondan sonra tools məncə dəyişib, bax, dəyişməyib. Amma məncə tools budget planla dəyişib orada. Məncə, hə, budget büdcə planlamasını dəyişib. Digital marketing tool'lar var idi əvvəl. Deməli, qalıb metriklər modulu, email marketing modulu, ondan sonra analitika modulu qaldı. 3, bir də budget, büdcə planlaması qaldı. 4 dənə. Analitika, yəni indiyə kimi gördüyümüz işlərin hamısının analizi. Analitika tool'larından Yandex Metrika, Google Analitika, Tag Manager, eventlərin falan yaradılması orada olacaqdır. Ondan sonra bir də Search Console, web saytının analizləri falan, SEO üçün falan, yəni bir də hamısı burada olacaq. Bəli, 4 modul qalıb, amma çox qısa modullardır. Yəni bunlar kimi uzun deyil. Email marketing bir dərsdir. Ondan sonra həm bir dərsi həm keçəcəyik, öyrənəcəyik, həm də praktikasını edəcəyik. Metriklər modulu bir dərsdir. Büdcə planlaması bir dərsdir. Tamam, yəni onlar çox qısa bir şeylərdir. Və bu ayın sonunda məncə bitəcək yes. Bir də axırda bir dərs və yaxud 2 dərs sırf indiyənə kimi nə keçmişik, kimin nə problemi qalıbsa, kimin nə sualları qalıbsa, kim harana başa düşməyibsə, ən son 1 və 2 dərsdə olmayacaq ki, sırf qalan problemləri, qaranlıq qalan məqamların üzərindən keçək burada. Elə onun üzərindən keçəcək. 2 dənə zaten yaxşı tool var da, biri Bravo'dur, biri MailChimp'dir. Biz MailChimp'in üzərindən keçəcəyik. Bu onun üzərindən keçəcək zaten, MailChimp'in üzərindən. Aktualdır hələ o. Yəni, aktualdır. Yəni, Baku Elektronik göndərir, nə bilim, başqa göndərən şirkət Bolt falan göndərir yəni. Düzdür, bizim ölçüdə ən effektiv marketing strategiyasıdır. Amma dünya üzərində rəqəmsal marketinqin ən effektiv metodundan biri email marketingdir. Rastlıqda pis, mən Çünki Amerikada və Avropanın bəzi ölkələrində insanlar səhər oyananda ilk e-maila girirlər, görürlər gəlib. Amma bizdə ilk WhatsApp-a girsən, görürsən kimlə yaxın. Bəzən necədir, Samsun'da hər hansısa bir gəncə arası sirqlafı var. Hər gün və yaxud da ki, nəsə bir mail göndərir, onda effektiv olur. Amma mən kimi alışdırmışam, mən baxıram. E-mailə, yəni zaten heç nə gəlmir. Xarici toollardan başqa heç nə gəlmir. Ya Google Ads-dən gəlir, ya abunəçidən gəlir, amma bir dənə maraqlı bir məlumat gəlmir də yəni. Trend yol Bu gün səfərimiz aralı. Buyurun, istəyirəm. Belə. Gedək. Yes, yavaş. SEO ilə bağlı bizim praktika günlərdə onu eləyə bilərəm.